Uzun müddətdir müzakirə olunan məsələlərdən biri də pensiya fonduna yığılan kapitaldan istifadə imkanının olmamasıdır. Xəstəlik, ev almaq və ya digər həyati ehtiyaclar zamanı vətəndaş öz pensiya kapitalından istifadə edə bilərmi? Qlobal İnfoaza danışan iqtisadçı deputat Vüqar Bayramov deyib ki, Azərbaycanda vətəndaşların pensiya yaşına çatmamış pensiya kapitalından istifadəsi məsələsi müzakirə olunan mövzulardan biridir. Stat: Bu məsələ ilə bağlı Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında deputatlar tərəfindən müxtəlif təkliflər irəli sürülüb. Təkliflərdən biri də vətəndaşların dünyasının dəyişməsindən sonra pensiya kapitalının müəyyən hissəsinin, məsələn, 30%-nin onların vərəsələrinin hesabına köçürülməsi ilə bağlı olub. Nəticə etibarilə belə bir yanaşma həm vətəndaşların pensiya kapitalı toplamağa marağını artıra, həm də məşğulluğun genişlənməsinə müsbət təsir göstərə bilər. Çünki nəticədə vətəndaşların pensiya kapitalının artırılmasına marağının yüksəlməsi müşahidə olunacaq. Bu da bütövlükdə əmək münasibətlərinin daha çox rəsmiləşdirilməsinə töhfə verəcək. Maliyyə imkanları və mövcud vəziyyət nəzərə alınmaqla bu istiqamətdə addımların atılması məqsədə uyğundur. Ölkədə dərinləşən islahatlar çərçivəsində pensiya kapitalından istifadə ilə bağlı yeni mexanizmlərin tətbiqini müşahidə edə bilərik. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.